istəyir. Harada marta fırtalanda güzel bir yeri bizim böyle 3 mərtəbəli 4 falan 20 her bir şey var. Burada güzel yerleri, el şeyi var. Ondan sonra patvalı yaxşıdır. Oturmağa, durmağa. Hər gün bu maşını da sala bilirsən, balıqda maşın. Ev kürsülüdür. Qalxaq yuxarı. Allah məhəmmət ya Əli. Əli'nin adından başlayıram. Bura böyük bir zaldır. Çok qəşəng bir zaldır. Böyük bir zaldır. Baxın, bəh. Gör nə gözəl bir yerdir. Qəşəng. Burası sanuzildir. Sanuzil burası. Burası geniş bir kukladır. Çok güzel, çok güzel geçe bir kukla görsün de boyda. Otur çörəciyi, ondan sonra qəşəng bir yer, penceresi açıq. Böyle bir ev çətin düşə ələ. Özü tam mülkiyyətdir. Bəh, söhbətlər tam mülkiyyətdir. Belə ev yer, necə deyərlər, afın yanı, hündür bir ərazidə qəşəng bir evdir. Allah Məhəmməd ya Əli, qalxaq yuxarıya. Allah alana da xeyir versin, satana da. Bura ikinci bir otaq. Bura üçüncü bir otaq. Görürsünüz, panoramasıdır. Dördüncü otaq. Pencere hamısı açıqdır. Hər bir pencere açıq. Otaqlar zal boyutadır. O ki 140 kvadrat. Bəh, 140 kvadrat. Buradaki sanuzil. İkinci bir sanuzil. Evin qiyməti 95 minə deyilir. Allah alanda da xeyir versin, gələ satanı da. Yolusu gözləyib gəlin. Ev tam mülkiyyətlidir. Torpağın evində kutsası var.